Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli Şuşa Kəndlər İdman Şahmat Məktəbinin taekvondoçuları 28-30 aprel tarixində taekvondo idman növü üzrə yeniyetmələr arasında ölkə birinciliyində iştirak edib. Fövqəladə Hallar Nazirliyi İdman Sağlamlıq Mərkəzində keçirilən birincilikdə 70 klub və idman cəmiyyətini təmsil edən ümumilikdə 554 idmançı çempionluq uğrunda mübarizə aparıb. Gəncə şəhər 1 nömrəli Şuşa Kəndlər İdman Şahmat Məktəbinin taekvondoçuları müxtəlif əyarlı medalların sayına görə komanda hesabında birinci yerə layiq görülüb. Bu günlərdə yarışda fərqlənən idmançılarla Gəncədə görüş keçirilib. İlk olaraq çıxış edən Gəncə şəhər 1 nömrəli Şuşa Kəndlər İdman Şahmat Məktəbinin direktoru, Paralimpiya çempionu Ramil Qasımov idmançıları, onların məşqçilərini qələbə münasibəti ilə təbrik edib. Bildirib ki, taekvondo bölməsi sürətlə inkişafdadır. Bu turnir bir daha sübut edib ki, idmanın bu növü üzrə perspektivli taekvondoçular yetişir. Daha sonra söz alan Gəncə Daşkəsən Regional Gənclər İdman İdarəsinin rəisi Elşən Hüseynov qeyd edib ki, Gəncə və ətraf bölgələrin idmançıları müxtəlif yerli və beynəlxalq turnirlərdə şəhərimizi, eləcə də ölkəmizi layiqincə təmsil edir. Bu idman növləri arasında taekvondo idman növünün də xüsusi qeyd etmək olar. Ardından çıxış edən şəhərin idman ictimaiyyəti qələbə münasibəti ilə idmançıları təbrik edib və onlara xoş sözlərini çatdırıb. Qeyd edilib ki, əldə olunan qələbə illər sonra Gəncə taekvondo idmanının əldə etdiyi ən yüksək nəticələrdən biridir. Məhz bu nəticələrin qazanılmasında idmançılarla yanaşı məşqçilərin də əvəzsiz xidmətləri olub. Növbəti illərdə Gəncə taekvondoçularından dünya, Avropa, Olimpiya və digər beynəlxalq yarışlarda uğurlu nəticələr gözlənilir. Gəncə taekvondo yığma komandasının baş məşqçisi Vüqar Məmmədov da çıxış edərək öz növbəsində göstərilən diqqət və qayğıya görə təşəkkür edib və gələcək yarışlarda yeni qələbələrin əldə olunacağına inandığını vurğulayıb. Ümumi Gəncə komandası 1 nömrəli Şuşa Kəndlər İdman Şahmat Məktəbindən 23 idmançı iştirak edirdi. O idmançılardan da 9'u yüksək nəticə verdi. Belə deyim də, yəni bu Respublika çempionu olmaq yeniyetmələr üzrə asan deyil. Bizim illərdən əziyyətlərimiz var, müəllimlərin əziyyətləri var. Mən öz növbəmdə bütün müəllimlərə də öz minnətdarlığımı bildirirəm, idmançılara da öz minnətdarlığımı bildirirəm ki, 25 ildən öncə bizim komanda, Gəncə komandası Respublika çempionu olmuşdu və bu il bizim komandamız yenidən o çempionluğu təsdiq elədi. Yer tutan bizim 4 idmançımız 45 kiloqramda, 49 kiloqramda, 61 kiloqram və 65 kiloqramda olan idmançılarımız inşallah qabaqda olan Avropa birinciliyinə gedəcəklər və oradan da ümid edirik ki, yüksək nəticədən gələrlər. Turnirdə mükafata layiq görülən idmançıların şəxsi məşqçiləri də çıxış edərək 1 nömrəli Şuşa Kəndlər İdman Şahmat Məktəbinin taekvondo bölməsinə dəstəyə görə məktəb rəhbərliyinə minnətdarlıqlarını bildirərək, bundan sonra da məşqçi kimi yeni idmançıların hazırlanmasında çalışacaqlarını bildiriblər. Biz bu yarışda gözləndiyimiz, istədiyimiz nəticəni əldə elədik. Yəni biz gözləyirdik ki, komanda üzrə biz çempion olaq. İstədiyimiz idmançılardan bəziləri təəssüf olsun ki, yer tutmasalar da, amma çoxsu idmançılarımızın özlərini doğrultdular. Bu yarışda mənim oğlum da iştirak edirdi. Keçən ildə Respublika çempionu olmuşdu. Bu ildə təkrarladı Respublika çempionluğunda 65 kg çəki dərəcəsində. Keçən il həm də beynəlxalq yarışlarda Hollandiyada keçirilən Dutch Open'də çempion olmuşdu. Belçikada beynəlxalq yarışında da ikiyə çıxmışdı. Amma təəssüflər olsun ki, Avropa çempionatında uğur qazana bilməmişdi. İnşallah biz çalışarıq ki, istədiyimiz odur ki, bu il Avropa çempionatında o uğuru qazanaq. Qarşıda bizi sentyabr ayında uşaqlar arasında Respublika birinciliyi gözləyir. İnşallah o yarışa da ümidlərimiz böyükdür. Yüksək səviyyədə hazırlıqlarımız davam edir o yarış üçün. Uşaqlar arasında Respublika birinciliyi bitdikdən sonra ilin son yarışı olaraq dekabr ayında Gənclər və Böyüklər arasında bizi Respublika birinciliyi gözləyir. Bu yarışlarda da hər birinə nəticə qazanma ehtimallarımız yüksəkdir. Bu yolda da həm məşqçi heyəti olaraq, həm də idmançılarımızla birlikdə çalışıb yüksək nəticələr qazanmağa çalışacağıq. Bu Respublika çempionatında komanda olaraq uğuru iştirak elədik və öz komandamın bütün məşqçi heyətinə təşəkkür edirəm. 2 komanda ilə iştirak elədik, həm Gəncə, həm Göygöl, 21. Komanda olaraq 4 medal götürdük.
Bu bizim üçün çox böyük nailiyyətdir. Nəticə verən bütün idmançıları və məşqçilərin hamısını təbrik edirəm. Tələbə Mallahverdiyev Kamal 45 kiloqram çəki dərəcəsində Azərbaycan çempionu oldu. 6 döyüş keçirək, ən çox döyüş keçirək çempion oldu. Bundan da qabaq yeniyetmələrdə və uşaqlarda respublika çempionu vermişik və şükürlər olsun ki, hal-hazırda Allahverdiyev Kamal ilin ən son Azərbaycan çempionlarından biridir və Avropa çempionatına vəsiqə qazanmışdır. Mən Nağzadə Yusif yeniyetmələr arasında 65 kiloqram çəki dərəcəsində respublika çempionu oldum. Həmçinin 2025-ci ilin yeniyetmələr arasında orada da respublika çempionu oldum. Beynəlxalq yarışların çempionuyam, mükafatçısıyam. Reytingdə bu dəqiqə hal-hazırda 5-ci yerdəyəm, 65 kiloda. Milli komandanın üzvüyəm. Respublika çempionatında 4 döyüş keçdim. Ən çətin döyüşüm final döyüşüm idi, Abşeron komandası ilə. Onu da keçərək çempion oldum. Məlumat üçün bildirək ki, yeniyetmələr arasında təşkil olunan ölkə birinciliyində müxtəlif şəkillərdə 4 nəfər fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Daha 3 nəfər isə bürünc medalla kifayətlənib. Sonda məktəb rəhbərliyi tərəfindən mükafata layiq görülən idmançılara idman dəsti təqdim edilib.